Deməli uşaqlar, biz bugün sizlə baxacağıq ilk tayfa birliklərinə, bir də Azərbaycanın ilk ən qədim dövləti olan hansı dövlət? Manna dövləti sualcaq hissəsinə. Yaxşı, İnci, denən görün mənə bu Urmiya gölü hövzəsində, yəni ki, mövcud olan tayfalar var idi. Hansı tayfalar idi bunlar? Urmiya gölü, bax, Azərbaycanın cənubundan danışır. Turukgilər, Sular, Lullubilər, aha, bəli, bunlar yaşayırdı. İndi bunların bir də, bunlar Urmiya gölünün, baxın, Urmiya gölü bu hissədə yerləşir, özünüzdə mayaq götürürsünüz, Urmiya gölü. Yəni, Azərbaycanın cənub hissəsində, bu da Araz çayıdır. Araz çayının aşağısı Azərbaycanın cənubudur, yuxarısı da Azərbaycanın şimalıdır. Yaxşı, Aysu, denən görüm, Azərbaycan şimalında hansı tayfalar yaşayırlar? Naxçıvan Cərcəylər, bir də ki, orada Kadüsülər də var idi ki, Kaspilər daha doğrusu Xəzərdən. Elə Kaspik Kadüsü həm şimalda, həm cənubda yaşayan tayfada olmuşdur. Bəli, bu hissədə Mil, Muğan, Qarabağ hissəsində də Naxç, Gərgər tayfaları yaşayırdı. Yaxşı, Nəzrin, sən denən mənə Urmiya gölünün cənubunda yaşayan tayfaları. Lullubilər, Sular, bir də Turukki tayfaları. Bəli, baxın elə burada da yazdım. Lullubi, Turukki su tayfaları Urmiya gölünün cənub hissəsində, yəni aşağı hissəsində. Bəs yaxşı, Ayan, Kutilər hansı hissəsində yaşayırdı? Qərbində olmuyor. Bəli, Urmiya gölünün qərbində də yaşayırdı. Bax, bu Kuti tayfaları. Bir də burada Qızılüzən çayının aşağı axarları var idi ki, orada hansı tayfalar Kurama? Kadusi tayfaları yaşayırdı. Xəzər dənizi sahilində özcan. Bəli, sən yox, Furkan. Aysa, Kaspilər, bəli. Yaxşı, sonra gəlirik nəyə? Ümumiyyətlə, Aysun, deyə bilərsən, bu tayfalar haqqında ilk məlumat bizə nə vaxtdan aiddir? Nə vaxtdan biz bunlar haqqında ilk məlumatları aldıq? Hansı dastanlarda? 800 Yox, o Mannaya bağlıdır. Şumer və Akkad miqyaslı dastanlarında, bəli, biz bu tayfalar haqqında məlumat əldə edirik. Ümumiyyətlə, Aysun, tayfa nə vaxt yaranmışdır? Hansı dövrdə? Erkən Tunc dövrdə. İnci, tayfa ittifaqları nə vaxt yaranmışdır? Orta Tuncda, bəli, tayfalar birləşir, iri tayfa birlikləri yaratmışdır. Demək, Xuraman, o zaman Azərbaycanda mövcud olan bu tayfa birlikləri nə vaxtda, neçənci minliklərdə mövcud idi? 3-cü, 2-ci minliklərdə, bəli, mövcud olmuşdur. Yaxşı, Ayan, dedin görün mənə, Azərbaycanın şimalında daha tez yaranmışdı bu tayfa birlikləri deyək, yoxsa cənubunda, niyə? Var idi, amma başqa bir səbəb var idi o. Yəni, iqtidai icma quruluşu cənubda daha tez dağılmışdı. Aysa o, bəli, Mesopotamiya ilə onların əlaqələri nəticəsində cənubda daha tez dağılmışdı. Yaxşı, gəldik, məsələn, sizin dərslikdə yoxdur Aratda, amma əslində sizə Aratda da düşür. Bu Aratda nə vaxt meydana gəlmişdi? İlk dövlət, ay sağ ol, bəli, birinci yarısında harada meydana gəlmişdi? Bəli, cənub şərqində, bəli, Urmiya gölünün cənub şərq hissəsində meydana gəlmişdi. İlk dövlət qurumu idi. Üçüncü minlik neçənci yarısıdır? Birinci yarısına aiddir, bəli. Kim idarə edirdi İnci Aratdanı? Daşyan, hökmdar idarə edirdi, bəli. Bir də bunu biz harada görmüşük bu ensi, Şumerlərdə, Aysal, Şumer şəhər dövlətlərini idarə edirdilər bunlar. Yaxşı, Xuraman, denən görün mənə, bu Arat dağlar nə ilə məşğul olurdular? Əkinçiliklə, maldarlıqla, sonra burada qiymətli daşlar var idi. Lacivərd daşı var ki, indiki Səhət dağı yaxınlığından çıxarılırdı, aparılırdı hara? Mesopotamiya. Bəli. Sonra məsələn deyirik ki, bir də burada tanrılıq, yəni çox tanrılıq idi yoxsa tək tanrılıq? Çox tanrılıq idi, bəli. Nəzim, kimlərə sitayiş edirlər bunlar? Ayan. İlahə inanmayan, məhəbbət və bərəkət tanrısı idi. Bir də Arab dağının mühafizətçisi var idi. Bəli, İlahə Lama idi. Aysa o, İlahə Lama da Arab dağının mühafizətçisi sayılır. Demək, Arab dağında ilk dövlət qurumu və 3-cü minilliyi birinci yarı
ikinci yarısında mövcud olan tayfaları və olan yaratdığı dövlət qurumları. Baxaq ilk öncə Lullubiyə. Lullubi hansı tayfalar birləşərək Lullubi dövlət qurumunu? Su, Turukki və Lullubilər, bəli. Quranın nə vaxt? 3-cü minilliyin ikinci yarısında, bəli, yaratmışlar. Furkan kim yaratmışdı Lullubi tayfa birliyi dövlət qurumunu? İbn Maşqun. Necə adlandırırlar İbn Maşqunu? Padşahlar padşahı, bəli, Lullubum ölkəsinin padşahlar padşahı adlandırırlar. Yaxşı, Aysun, denən görün mənə, bu İbn Maşqun vilayətləri tabi eləmişdi, mərkəzi hakimiyyət birləşdirmişdi. Ən qüdrətli hökmdarı kim idi bəs? Anubani. Anubani idi. Anubanidən nə deyə bilərsən? Hatta dedi ki, burada onun uğurları tutulmuş deyək, gəlib üstündən daşısın abdələrini. Bəli. Çox uğurları haqqında yazılmış. Ay, sağ ol, bəli. Orada həm də baş tanrı, Ayam kim idi baş tanrı? Anun baş tanrı idi. Amon harda baş tanrı idi bəs Ayam? Misirdə, bəli. Bəs Şumerdə baş tanrı? Birinci alıq. Am, bəli, am. Doğrudur. Yaxşı, Xuraman, denən görün mənə, burada bu qələbə sütunu abidəsi hansı yazı ilə yazılmışdır? Bəli, Mih yazı ilə. Yaxşı, Mih yazını ilk dəfə kimlər kəşf eləmişlər? Şumerlər, neçənci minillikdə? 3-cü minillikdə. Doğrudur. Və Şumerlərin ilk yazısı nə olmuşdu? Heroglif. Heroglif nə? Piktografik yazı. Mən sual benim də fikirləşmişdim, onun cavabı heroglif idi. Deyəcəkdim, Misirlilərin hansı yazısı var idi? Heroglif. O nə vaxt aid idi? 4-cü minin sonuna. Bəs Misirdə ilk yazı? O da piktografik yazı olmuşdu, doğrudur. Yaxşı, Furkan, denən görüm, Lullubi dövlət qurumuna vaxt parçalandı. 3-cü minilliyin sonunda, bəli. Yaxşı, dağ əjdahaları nəzdində kimləri adlandırırlar? Kutiləri adlandırırlar. Dedik, Kutilər Urmiya hansı hissəsində idilər? Cənub-qərbində idilər, yəni qərb hissəsində idilər. Yaxşı, Kutilərin, belə deyək də, dövlət qurumu yaratmışlar. Nə vaxt? Nə vaxt aiddir? 3-cü minilliyin ikinci yarısına aiddir, bəli. Kutilər hansı dövlətə son qoymuşlar? Akkad dövlətinə. Akkad dövləti tarixin ilk imperiyası idi, bəli. Nə vaxt yaranmışdı? 24-cü. Bəli, 24-cü əsr neçənci minilliyə düşür? 3-cü minilliyə düşür, bəli. Yaxşı, belə deyək də, 3-cü minilliyin neçənci yarısıdır 24-cü əsr? İkinci yarısına düşür, bəli. Kim yaratmışdı? Sargon yaratmışdı, bəli. Bunu biz Asur hökmdarı 2. Sargondan qarşıdırmıq. Bu sadəcə Sargondur. Yaxşı, Kutilər dedik ki, Akkad dövlətinə son qoydu, düzdürmü? Yaxşı, bəs Ayam, Akkad dövlətinə son qoyduqdan sonra bunlar burada hansı işləri gördülər? Mesopotamiyada. Nə qədər bunların ağalığı oldu Mesopotamiyada? 100 ilə yaxın ağalıq oldu. Dövrdə şəhərlər arası Toqquşmalara son qoyuldu. Xarici qurumların arası kəsildi, bəli. idarəetmə çox da dəyişikliklər. Aha, idarəetmə dəyişmirlər. Kim idarə edirdi buranı? Hansı? Şumer və yerli Akkad canişin, yəni yerli canişinlərə həvalə edə. Bu səncə doğru addım idi? Yox. Niyə yox? Sonunda nə oldu? Qurandan. Kutilərin oradakı ağalığı başa çatdı da, bəli. Sonuncu Kut hökmdarı kim idi? Tirikan idi. Tirikan da cəmi 40 gün hakimiyyətdə qaldı. Onu oradan devirdilər. Bəli, yəni hakimiyyətləri başa çatdı. Ay sağ ol. Kuti dövlət qurumunun digərlərindən fərqi o idi ki, burada hakimiyyət demokratik əsaslarla idi. Bəli, digərlərinin kimi irsi deyildi. Doğrudur. Ondan sonra gəlirik nəyə? Burada dedik ki, Şumer, daha doğrusu Kutilərlə Lullubilərin oxşar cəhətləri sizcə nələrdir? Akkadlarla mübarizə. Akkadlarla mübarizə, doğrudur. 3-cü minilliyin ikinci yarısında. Bəli, 3-cü minilliyin ikinci yarısında yarandı. 3-cü minilliyin Tayfa olaraq, bəli, tayfa olaraq Asurlarla mübarizə aparmışlar. Sonra, çox tanınır idi, bəli. Mesopotamiya ilə bəli əlaqələri var idi bunların. Bəli, 3-cü minilliyin sonunda hər ikisi süqut eləmişdi. İkisi də Azərbaycan cənubundaydı, Urmiya gölü hövzəsindəydi və s. Bəli. Yaxşı, Türk mənşəli tayfalar idilər. Demək, bu Kutidir, Lullubidir.
Dövlət qurumu, əsasında Lulu bu dövlət qurumu parçalanandan sonra Furkan hansı tayfalar müstəqil oldu səncə? Su, Turuki və Lulubin özü. Bəli, bunlar müstəqil oldular. Ümumiyyətlə testdə sizə Turukgilərdən test düşəndə, sual düşəndə neçənci minilliyi götürəcəksiniz? Bəli, eradan əvvəl 2-ci minilliyi götürərsiniz. Yaxşı. Yəni bu Turukgilər deyir ki, müstəqil siyasət yürüdürdü. Su və Lulub tayfalarını öz ətrafında birləşdirər. Və kimə qarşı inci? Asura qarşı bəli, mübarizə apardılar. Doğrudur. Yaxşı, inci Asurun hansı vilayətini tutmuşdular? Şuşarra vilayətini tutmuşdular, bəli. Yaxşı, bəs Nəzrin, bilin görün mənə, hansı dövlətin ərazisində məskunlaşmışdılar bunlar? Bəli, Babistan. Kimin dövrüydü o zaman orada? Hammurabinin dövründə. Bəli, Hammurabinin dövründə Babistan ərazisində məskunlaşmışlar. Neçənci minillikdə? 2-ci minillikdə, bəli. Ümumiyyətlə, 2-ci minillikdə bir də Xuraman, bunlar kimlərin bura hücumları oldu? Yəni kimin hücumları oldu ki, ona qarşı mübarizə var? Asur dövlətinin, bəli. Ümumiyyətlə, bunlar artıq başa düşürdülər ki, bu xarici hücumlara qarşı neynəməlidirlər? Birləşməlidirlər və bəli, birgə mübarizə aparmalıdırlar, vahid dövlət yaratmalıdırlar. Və bu vahid dövlətdə nə vaxt yaranacaq? Ay sağ ol, eradan əvvəl 9-cu əsrdə. İndi də keçirik Mannanın sual-cavab hissəsinə. Aha, dedi ki, bu Urmiya gölü hövzəsində əsasən neçənci əsrlərdə müstəqil vilayətlər var idi? 11, 9-cu əsrlərdə, bəli. Eradan əvvəl olduğu üçün yuxarıdan aşağıya doğru gəldi. Bu vilayətlər içərisində ən böyüyü hansıydı? Zamua vilayəti idi, bəli. Zamua vilayəti Urmiya gölünün hansı hissəsində yerləşirdi? Bəli. Urmiya gölünün bəli, cənub hissəsində, baxın bu hissədə yerləşirdi. Buna aşağıda bir xəritə olmalıydı. Ben orada göstəreyim. Görün var mı? Tam düşmüyübdü. Ama bu hissədə olmalıdır Zamua. Və Zamua kimlərin vətəni sayılırdı? Lullubilərin. Bəli, Zamua sayılırdı Lullubilərin vətəni. Yaxşı, Xuraman, deyin görün mənə bu vilayətlərin başçılarını Asur hökümdarlar deyə, Asurlar deyə, ümumiyyətlə tayfa başçılarına fərqləndirmək üçün necə adlandırırlar onları? Şərrani, bəli, Şərrani adlandırırlar. Yaxşı, ümumiyyətlə bu dövrdə də baxırsınız, Mannanın yuxarı hissəsində hansı dövlət var? Urartu dövləti, bir də iki çay arasında yerləşirdi Asur dövləti. Bu dövlətlərin Mannaya hücumları vardı. Hətta 9-cu əsrin sonlarından başlayaraq hansı dövlət Mannaya hücumlar eləmişdi? Urartu dövləti, bəli, Urartu dövləti. Və nə vaxt Urartu'nun hücumları daha da artdı? 8-ci əsrin əvvəllərindən. Bəli, daha da artmağa başladı. Manna dövlətin özü, Zamua vilayəti digər vilayətləri də öz ətrafında birləşdirir və Manna dövləti yaranır, düzdürmü? Yaxşı, nəzir Manna dövləti neçənci əsrdə yarandı? Bəli, eradan əvvəl 9-cu əsrin ikinci yarısından, yəni 9-cu əsrdə meydana gəlmişdir. Yaxşı, sən mənə denən görüm, paytaxtı hansı şəhər idi? Bəli, paytaxtı İzurtu şəhəridir. Baxın, görürsünüz, bu hissədə yerləşir. İzurtu şəhəri, Urmiya gölünün aşağı hissəsində. Yaxşı, Aysun, deyin görün mənə, bu Manna adına biz ilk dəfə harda rast gəlirik? Eradan əvvəl 843-cü ildə 3-cü Salman Asarın kitabəsi var idi ki, orada yəni Manna adı tayfa adı kimi çəkilirdi, bəli. Çünki Manna zaten orada yaşayan o tayfalardan birinin adı Manna'ydı. Sonra yaranmış dövlətin adı elə Manna dövləti adlanmışdı. Yaxşı, Ayan desin mənə, bu deyək ki, tayfa adı kimi oradadır. Bəs dövlət adı kimi nə vaxt çəkilmişdi Manna'nın adı? Dövlət adı kimi. 829'da Ayan, eləmi? Bəli, 3-cü Salman Asarın sərkərdəsi bura hücum eləyir və deyir ki,
mən Mannalı Udakinin torpaqlarına yaxınlaşdım. Amma bu Udaki adı sizi çaşdırmasın. Udaki nəyə Manna dövlətini yaratmayıbdır, nə Mannanın ilk hökmdarı deyil, yaxşımı? Bu kimdir bizə məlum deyil. Bəzən testlərdə verir ki, Mannanın ilk hökmdarı Udakidir, bu səhvdir, biz bilmirik kimdir. Sonra, Furkan, deyin görün mənə, Mannada iki düşmən var idi ki, Mannaya hücumlar edirdi bunlar. Kimlər idi? Urartu ilə Assur idi. Yaxşı, bu Urartu ilə Assur Mannaya hücum edir. Bu zaman, belə deyək də, ümumiyyətlə, İranzunun dövrünə bir baxaq. İranzu nə vaxt hakimiyyətdə olmuşdur? Neçənci illərdə? Yox. İl. 740-719-cu illərdə hakimiyyətdə olur. Bu da düşün 8-ci əsrin neçənci yarısına? İkinci yarısına. 2. Çünki eradan əvvəl. Yaxşı, bu hansı dövlətlə yaxınlaşır? Hansı dövlətlə ittifaq edir? Assurlarla, bəli, Assurlarla ittifaqa girir, Mannanın Urartu hücumundan qorumaq üçün. Yaxşı, İnci, sən deyən mənə, bu İranzunun qarşısında əsas iki məqsəd var idi. Hansı idi? Bəli. Bəli, bir də xarici hücumlardan Mannanı qorumaq, bir də ki, vilayətləri birləşib mərkəzləşmiş dövlət yaratmaq. Bu vilayətləri birləşib mərkəzləşmiş dövlət yaratmaq Mannanın xarici siyasəti yoxsa daxili siyasətidir. Bunu həyata keçirə bildi? Bəli, bildi. Yaxşı, hansı sistemi yaratdı burada? Bəli, canişinli sistemi yaratdı və vilayətlərdə kimlə idarə edirdi? Canişinlər idarə edirdi, doğrudur. Xuraman desin mənə, xarici siyasətdə də, yəni Mannanı xarici hücumlardan qorumaq üçün kimlə ittifaqa girdi? Asturiya ilə. Demək, nə etməli idi? Assuriya nə etməli idi bu ittifaq nəticəsində? Assura nə verməli idi? Xərac verməli idi? Bəli, Assurda Manna torpaqlarını Urartu hücumundan qorumalı idi. Doğrudur. Yaxşı, Ayan, deyin görün mənə, buradakı bu mərkəzləşmə siyasəti, canişinlik siyasəti, səncə vilayət hakimlərinin xoşuna mı gəlirdi? Ay, sağ ol. Bəli, birinci Rusa kim idi? Hansı dövlətin? Urartu hökmdarı idi, bəli. Ümumiyyətlə, sən mənə denən görün, Assur dövləti ilə Urartu dövləti arasındakı müharibə var idi. O, nə vaxt 735-ci ildə baş verir, bəli, və bu müharibə nəticəsində nə olur? Kim qalib gəlir? Assuriya qalib gəlmişdir, bəli, Urartu məğlub olmuşdur. Doğrudur. Bundan da istifadə edən İranzun nə eləmişdir? Bəli, işğal olunan torpaqları geri qaytarmışdır. Yaxşı, Nəzrin, deyin görün mənə, bu Urartu, daha doğrusu İranzunun dövründə Mannanın torpaqları şimalda hara qədər çatırdı? Araz çayına qədər, bəli, çatırdı, doğrudur. Yaxşı, Nəzrin, Mannanın hansı vilayətləri İranzuya qarşı üsyan qaldırdı? Şuandağul, Durduqqa, bəli, doğrudur. 719-cu ildə, bəli. Yaxşı, bundan sonra Aysun desin mənə nəyi? Bu üsyan nəticəsində İranzu neyinədir? Demək, Assuriyalılar buradakı ümumiyyətlə o şu anda Durduqqada olan üsyanı yatırdı. İranzu yenidən hakimiyyətə gəldi. Yox, İranzu əslində hakimiyyətdən düşməmiş. İranzu hakimiyyətdəydi. Sadəcə Assurdan kömək istədi, məcbur qaldı. Və ikinci Sargon da bura yürüş elədi. Həmin o dediyin vilayətlərin əhalisini Assura sürgün elədi və yenidən İranzunun hakimiyyəti altına qaytardı vilayətləri. Yaxşı, bundan sonra İranzu vəfat edir. Düzdürmü? Vəfat edəndən sonra kim gəlir artıq? Aza gəlir. Aza gəlir. 718-716 ildə. Aha. Aza yenə kimə meyl edir? Öz atası kimi? Assuriya meyl edir. Yaxşı, Furkan, deyin görüm Azanın dövründə nə baş verdi? Nə oldu Azanın dövründə? Aza atası kimi Assuriya meyl edirdi. Amma vilayətləri bu mərkəzləşmə siyasətini davam elətdirirdi. Amma nəticədə nə baş verdi? Öldürdülər. Kimi öldürdü? Furkan evdə yaşayır. Biz sevdim müəllimsə keçəcəkdik. Su kimi əzbərləyib gələrdi. Sən daha yaxın. Aha, o ağaç döyüşü baş verdi.
Bu Aruş döyüşündə də demək öldürüldü. Bəli, Azanın suiqəst nəticəsində öldürdülər. Azza öləndən sonra hətta bu Urartular eləmişdi. Urartu həm də Mannanın nələrini tutdu? 22 Manna qalasını və şərq tərəfdəki, bəli, şimal-şərqdən 2 dənə vilayətini də ələ keçirmişdi. Doğrudur. Yaxşı, indi Azzadan sonra kim gəldi hakimiyyətə? Yox. Ullusun gəldi, bəli. Ullusunun gəlməsinə kim köməklik eləmişdi? Bəli, ona görə də Ullusun ittifaqı. Urartu milli siyasət yeridir. Bu siyasət uzun müddətli olur, yoxsa qısa müddətli? Qısa müddətli olur. Deyin görüm, Ullusunun hakimiyyət illəri nə vaxtdır? 716 680-a qədər. Ay sağ ol, bəli. Xuraman, deyin görüm, bu Urartu milli siyasət yeridir, düzdürmü? Həm də o dövrün o hadisələri onu gərəkdirirdi, belə deyək. Bu zaman bəs Asur hökmdarı Sargon neynədir? Neynədir? Mannaya hücum elədi, bəli. Bu zaman Urartu hökmdarı Ullusuna kömək elədimi? Eləmədi. Ullusun da neynəmə məcburiyyətlə qaldı? Ortada qaldığı üçün, bəli, qaçdı, oturdu dağda. Sargon neynədi? Yəni, buradakı haram tutdu, dağıtdı, yandırdı. Bu şəhər 2 dəfə yanıb zaten. İzotunu, bəli, tutdu, dağıtdı, yandırdı və digər şəhərləri qarət elədi. Bu zaman da Ullusun neynədi? Gəldi, bundan bağışlanmağını xahiş elədi və 2-ci Sargon da onu bağışladı və yenidən Mannanın taxtına əyləşdirdi. Rusiya tərəfindən davam elə. Tutduğu şəhər, qala, onları aldı. Bəli, Mannaya qayıtdı, Ullusun hakimiyyətinə verdi və Ullusun bir daha Mannaya Asuru olan ittifaqı pozmadı. Bəli. Yaxşı, Ayhan, gelin görün mənə, Ullusunun da dövründə xalq çıxışları olmuşdu mu hakimiyyətə qarşı? Olmuşdu. Çünki orada deyir ki, bir neçə vilayət hakimi canişin Ullusuna qarşı qalxdılar. Bu zamanda kim yenə bura yürüş elədi? O 2-ci Sargon yürüş elədi və bu üsyanı da yatırdı. Bəs yaxşı, Ayhan, bu 2-ci Sargon ən böyük yürüyüşü nə vaxt olmuşdu? 714-də. Neçə məqsədi var idi? Əsas 3 dənə məqsədi var idi. Özünün bölgəni gücləndirmək. Aha. Və o ilişkilərin həyatı. Bəli, gəlməsini təmin eləmək. Bir də Mannanı Urartu hücumundan qorumaq. Bəli. Demək, hansılar oldu? Mannanı Urartu hücumundan qorumaq, xəracın gəlməsini təmin eləmək və Mannada Asur mövqeyini gücləndirmək. Bəli. İndi bura yürüş elədi və deyir ki, Urartu ilə Manna Asur arasında döyüş baş verdi və bu döyüş nəticəsində də Nəzrin nə oldu? Hələ bəli, onların Sirdakı. Bir də bu deyir ki, 2-ci Sargonun ordusunu nə ilə təmin eləmişdi? Ərzaqla təmin eləmişdi. Daha sonra Sirdaka müqaviləsi şərtlərində neçənci ildə imzalandı? 714-cü. Aha. Manna xəracı ödəməli idi. Əvəzində də bəli, azad eləmək. Manna torpaqlarını Urartudan azad etməli idi. Bəli, doğrudur. Və beləliklə də Sirdaka şəhərində imzalandığı üçün bu cürdən adlandırılır. Bundan sonra gəlirik nəyə? Deyirik ki, bu yürüyüş nəticəsində Urartu məğlub oldu. Hətta 1-ci Rusiya neynədi? Özünü öldürdü. Bəli, özünü öldürdü və Urartu bir daha Mannanın daxil işlərini qarışa bilmədi. Ay sağ ol. Bəli, ta ki neçənci ilə qədərdir, sübutuna qədər öz ərazisinə kərara çıxmır. Bəli, 590-a qədər öz ərazisindən çıxmır. Urartu hansı dövlət son qoymuşdu? Xatırlayırsınızmı? Midiya, bəli, Midiya son qoymuşdu, doğrudur. Yaxşı, gəldik 7-ci əsrin 1-ci yarısı Turhan. Bura kimlərin yürüyüşləri olmuşdu? Bəli, Kimmer-İskit Sak tayfalarının yürüyüşləri olmuşdu. Yaxşı, bu zaman hakimiyyətdə kim idi? Mannada hakimiyyətdə. Yox, Ahşer idi. Ahşer neçənci illərdə hakimiyyətdə olmuşdu? 675-650-ci illərdə hakimiyyətdə olmuşdu.
Aysun, deyin görün mənə, Ahşeri xarici siyasətdə nə edir? Xarici siyasətdə bu ancaq Asura yəni meyil göstərilir. Yəni Asurun ittifaqından çıxır. Bəli. Kimlərlə ittifaqı? İskitlərlə ittifaqa girir. İşbaka ilə İskitlər Bakısı, bəli, İskit Çağlayan Bakısı İşbaka ilə ittifaqa girir və deyir ki, Mannanın yeganə hökmdarıdır ki, Ahşeri neyləmişdi? Yalnız Bəli, müstəqil xarici siyasət yeritmişdi. Təbii ki, İnci, Asur bunu xoşmu qarşılamışdı? Neyləmişdi? Yenə bura hücum eləmişdi, nə vaxt hücum eləmişdi, kim idi Asur hökmdarı? Aşurbanipal idi, bəli. Bax, Ahşer olanda bu da Aşurbanipaldır, yəni şurlardan. Hə, aha. Aha. Bir də İzotunu tutub yandırmış, bəli. İzotu bir də bayaq dedik, nə vaxt yanmışdı? 716-da Sargon Ulusun ittifaqdan çıxmış deyə yandırmışdı. 650-də də Ahşer ittifaqdan çıxmış deyə şəhəri yandırmışlar. Bəs bu zaman əhali bundan qəzəbləndi, neynədilər? Üsyan qaldırdılar və Ahşeri də üsyan nəticəsində öldürüldü. Bəli, Ahşeri də üsyan nəticəsində öldürüldü. Doğrudur. Yaxşı, ayam, kim gəldi hakimiyyətə? Valli gəldi, bəli. Vallinin hakimiyyət illəri neçənci illərdir? 650-dən 630-a qədər. 7-ci əsrin neçənci yarısına düşür 650-630? 650 ortasına 630'da İkinci yarısına düşür. Ahşerin neçənci yarısında oldu hakimiyyətdə? Birinci yarısında oldu. Bəs o halde neynədir xarici siyasətdə? Vali Ural Tuğlu'nun ki Asuriye'de verdileri kardeşine Aha. Bu da Mülya Asuriye'de özesine Aha. Onu gördüğü zaman bu dostuna yani hükümet kimi gönderip ama özü de yani 590'da Suriye. Ay sağ ol, bəli, 590-da süqut eləmişdir. Doğrudur. Yaxşı, belə deyirlər, bu Validən sonra kimin gəldiyi bizə məlum deyil. Amma bir də bir şey vurgulayım, Aşurbanipal yürüş eləyəndə 650-ci ildə İskitlər niyə Asun Mannaya kömək eləmədilər? Bir tərəf qaldı. Niyə bir tərəf qaldılar? Çünki neynədir? Aşurbanipal neynəmişdi? Hədiyyələr verərək, bəli, hədiyyələr verərək onun bir tərəfliyinə nail olmuşdu İskitlər. Doğrudur. Ondan sonra bu Asura qarşı hansı iki dövlət birləşdi? Babillə Midiya. Bəli, birləşdir, Asur üzərinə hücum elədilər. Bu zaman Manna xarici siyasətdə hansı səhvə yol verdi? Getdi, Asuriya köməklik elədi. Ay sağ ol. Və Midiyada Asur dövlətini son qoyandan sonra Mannaya öz düşməni kimi baxdı və 590-cı ildə də Mannanı işğal elədi və Manna süqutu oladı. Əvvəllər Manna Midiyanın nəyi idi? Çin müttəfiqi idi. Bəli, daha sonra artıq onun vilayətinə çevrildi. Bəli. Aha, bu da Mannanın siyasəti. Yaxşı, Manna ayam necə dövlət idi? Siyasi kuruluşuna göre Bulgarlar. Aysa, Bulgar monarxiya, ictimai quruluşuna görə Bulgar, siyasi quruluşuna görə monarxiya idi. Bəli. Yəni bu nə deməkdir? Bulgarlıq dövründə yarandığı üçün Bulgar dövlət gedir. Siyasi quruluşda da monarxiya nədir? Dövlətin başında hökmdardır. Dövləti idarə edən bir nəfər var, o da hökmdardır. Da monarxiya quruluşu gedir. Ümumiyyətlə, eradan əvvəl yaranan dövlətlər hamısında eynidir. Bulgar monarxiyadır. Yaxşı, deyir ki, Mannada Ağsaqqallar Şurası da var idi, düzdürmü? Sizcə bu məsləhət verirdi, yoxsa qanun verirdi? Məsləhətçi idi, bəli. Burada Ağsaqqallar Şurasının olması nə deməkdir sizcə? Ay sağ olun, yəni artıq təzə, sinifli cəmiyyətin təzə keçdiyini göstərirdi burada. Yaxşı, nəsin, deyin görün Manna necə ölkədir, yəni burada əhali, bir də əhali sosial təbəqələrini deyilən sonra keçək. Neçə təbəqəyə bölünürdü əhali? 4 təbəqəyə bölünürdü. Əyanlar, sənətkarlar, kəndlilər, qullar. Aha, bir də deyirik əyanlar, sənətkarlar, kəndlilər, bir də qullar.
bunlar idi. Ay sağ ol. Yaxşı, bu əhali əsasən nə ilə məşğul olurdu Furqan? Çox çətin sual oldu sənin üçün. Əkinçilik, maldarlıq, sənətkarlıq, bəli, bunlarla məşğul olurlar. İnci, manna və metal işləmənin yüksək inkişaf etdiyini bizə hansı tapıntılar göstərir? Həsənli və Ziviya tapıntıları göstərir, doğrudur. Yaxşı, burada araşdırma aparan alim kim idi? Robert Dyson, bəli, o Dyson penləri var, onunla yadınızda saxlaya bilərsən. Neçənci ildə Furqan? Dyson. 1956-cı ildə, bəli. Yaxşı, Ayhan, denən görün mənə, bu Həsənlidən nələr tapılmışdır? Qızılcam, parça qalıqları, iri şərəf küpləri, məbədlər, bəli, 2-3 mərtəbəli binalar, ay sağ ol, tapılmışdır. Ya bu 2-3 mərtəbəli binaları biz bir dərli demişdik, keçənlərdə yox, o 3-5-7 mərtəbəlidir. Hindistan hansı xarabalığından tapılmışdır? Harappada, Mohenjo-daro kanalizasiya sistemidir. Harappa Həsənli, 2-3 mərtəbəli ikisində də var. Yaxşı, Xuraman, Ziviyadan nələr tapılmışdı bəs? Gümüşsini, Nə tapılmışdı? Gümüşsini, Qədər, aha. Elə deyilər, heç kim eşitməsin. Sonra... Gümüşsini üzərində yazı var idi, Xuraman. O yazı mix idi, yoxsa? Hieroglif yazı idi, bəli. Hieroglif yazı idi. Yəni mannalarında öz yazılar vardı, bunları hieroglif yazı adlanmışdı. Yaxşı, Ayhan, denən görüm, bu dediyi qızılcam tapılmışdı. Qızılcamın üstündə nələr təsvir olunmuşdu? Külək, yağış, ay tanrıları təsvir olunmuşdu. Bir də, Ayhan, burada ağac var idi. Nə idi o ağacın adı? Dirlik ağacı idi. Ay sağ ol, bəli. Bu dirlik ağacı, belə deyim də, nəyi təcəssüm edirdi, tərənnüm edirdi, təsvir edirdi? Təbiətin ölüb dirilməsini, bəli, tərənnüm edirdi. Yaxşı, Nəzin, denən görün mənə, bir ayəti var idi ki, hətta at yıxıları ilə da su idi, bəli, məşhur idi, at yıxıları ilə. Sonra burada deyir ki, hökümdarın nəyi var idi? Taxıl ambarları var idi və aclıq, quraqlıq vaxtı nə edirlər? Taxıl paylayırdılar. Ay sağ ol, bəli, əhaliyə taxıl paylayırdılar. Sonra nə qaldı orada, Mannada? Dağlıq ölkə idi. dini var idi. Ay sağ ol, gəldik dinə. İndi dirilik ağacı var idi. Bir də başqa nələrə sitayiş edirdilər? Yenə onlardan çox Çox tanrılıq idi. Səma, nə bilim, günəş, ay sağ ol. Tanrılarına sitayiş edirdilər, təbiət qüvvələrinə sitayiş edirdilər və s. Bunlara da inanırdılar. Sonra nə qaldı? Yazlarında elə. Yazlar birinci yazı ilə də tanışırdılar. Hieroglifdə vardı. Bəli, əvvəlki yazılarda piktoqrafik, ideografik yazılar da olmuşlar. Əlifbadan öncəki yazıları. Bəli, ümumiyyətlə əlifbadan öncə bunlar yazı ilə tanış idilər. Məncə kifayətdir. Yaxşı, bugünkü dərsimizdə sual-cavab hissəmizdə belə.